Yeni bir gündən hər kəsə salamlar. Necəsiz xanımlar? İnşallah ki, yaxşı olarsınız. Şükür, mən də yaxşıyam. Bugün video paylaşmadım. Daha doğrusu heç nə çəkməmişdim. Bilmirəm niyə. Bəlkə də bu mədəmin ağrıları ilə əlaqədar olaraq alınmadı. Nəsə halsız idim. Gülü də bura qoymuşam. Tam gün görmür deyə saralır, belə yarpaqlarını atır. Aynanın qabağına da qoyanda orada da ki istidən bir təvr olur. Həm də ki aynanın qabağında yer də yoxdur. Çox böyüyüb deyə, şaxələnib deyə yer də yoxdur. Bunun da yarpaqları qurumuşdu. Başından kəsdim. Evə gələndən sonra bu 2 dənə yarpağı sonradan verdi. Bunu bir də bu arxadakını sonradan verdi. Bu gülü də gətirdim buraya qoydum. Bir bacım dedi ki çox yəqin ki 16 altından istilik vurur. Ona görə o kökləmir. Gətirdim qoydum, dedim yəqin ki elə ondandır. Bir də ki bu var, bu da buradadır. O birisi gülləri də balkona qoymuşam. Yarısı aynanın qabağındadır, yarısı da digər aynanın qabağındadır. Çox gül olanda da belə olur da. İkisini bura qoydum, pəncərənin kənara çəkdim. Qalanlar da digər aynaların qabağındadır. Torta istəyirdim başlayam, həll edeyim. Dedim ona başlamamış, belə də önlüyümü geyinmişəm. Başlamamış bunları bir dənə tez yerləşdireyim. Uşaqlar pizza istəyirdilər. Onun üçün lazım olanları aldı. Belə bir dənə kalbasa götürüb, pomidor götürüb biraz. Sosiska götürüb. Biber götürüb. Yenə pizza üçün pizzanın içərisində əvvəl biber sevmirdim. İndi çox xoşuma gəlir. Xiyar götürüb, üstündən bu arada onu deyim, üstündən işlənibdir. Xiyar, pomidor, biraz salat hazırladım. Bir də ki meyvələrdən yeyildi. Bir dənə belə Holland pendiri götürüb, amma ki bu azlıq eləyəcək. Çox yəqin ki sabah gedib bir dənə də özümə almalıyam. Yumurta tapşırmamışdım, amma həmişə lazım olur deyə yumurta götürüb. Dediyim kimi meyvə almışdı. Ondakı üstündən uşaqlar yeyiblər. Mandarin, apelsin. Qızlar bu arada bu yerli apelsinlər superdi. Xaricdən gələnlər kimi heç dadmır. Demək olar ki uzun vaxtda heç belə dadlı apelsin yemirdik. Həm ətri, həm özü tərkibi çox sulu və şirindir. Çox gözəldir. Yəqin ki bazarlarda olar. Bir də ki mənim bu malukularım qurtarmışdı. Həm qatılaşdırılmış, həm də ki belə ağ maluku. Bunlardan hərəsindən 1 kilo aldırdım. Bugünkü bazarlığımız da bunlar oldu. Sabah axşam bazarlıqdan da göründüyü kimi bizim menümüzdəki yemək pizzadır. Bugün də demişdim deyəsən mərci bişirmişdim. Bir də langet bişirmişdim. Sabaha langet qalmasa da mərcidən qaldı. Sabah günortanı mərci ilə yola veririk. Çox yəqin ki yanında yumurta istəyən də olacaq. Tək mərci ilə yola veriləsi deyil. Bir də ki axşama yenə xəmir qatacağım. Pizzanın xəmirini, pizzanı hazırlayacağım. Onu da bir 3-4 saat öncədən qatsam əla olar. Çünki pizzanın xəmiri nə qədər tez qatılsa, nə qədər çox acısa, o qədər gözəl, ləzzətli olur. Tortu verən kimi pizzanın xəmirini böyük bir qabda qataram. Ondan sonra gedərəm həkimə. Sabah Melikova getməliyəm. Cavabları götürüb, oradan gələndə də pendir götürərəm. Həm də ki asan olar mənim üçün. Bir də gəlib xəmir qatmaram. Sosunu da hazırlayıb keçərəm pizzanı hazırlayaram. Orada da növbə gözləməkdir.
Nə bilim, oradan girib həkimə növbə almaqdır. Dəhşət çox adam olur, sıxlıq olur. Vəziyyətdən asılı olmayaraq, yəni işin azdır, çoxdur, həkimin növbəsində çox durursan, adamın çox vaxtı gedir. Belə qab qaşıq da yumuşam. Bir də tortu hazırlayacağam. Təbii olaraq onun şeyləri çıxacaq. Qabları çıxacaq. Bozun qabı çıxacaq. Nə bilim, salafanlar çıxacaq. Onları hazırlayacağam. Hələ buradakiləri da götürməmişəm. Tort içində 3 cür belə şokolad çıxartmışam. Hamısından qatışdırıb qatacağım. Gətirim biskvitləri kəsim. Keçim tortu hazırlamağa. Həmişəki kimi 6 yumurtanı biskvitini hazırlamışam. Amma 2 yerə böldüm. Hazırladım. Birini qalın, birini nazik. Biskvitləri gətirdim. Birini dediyim kimi nazik. Bunu 2 yerə böləcəm. Biri isə belə ona nisbətən biraz yoğun biskvitdir. Birini xəmirinə az tökdüm, birini çox. Bunu 3 yerə, bunu isə 2 yerə böləcəm. Aralarını kremliyim, yığım qoyum. Sabahda işlərimi qutarandan sonra bəzəyərəm. Yəqin ki, bəzənməsini də çəkərəm. Adi, sadə ağ tortdur. Üzündə də şəkilləri var. Ən sevdiyim tortlardan. Yeni gündən hər kəsə salamlar. Səhər açılanda yeməyimi yedim. Bir dənə tort var idi. Tez onu hazırladım. İndi qaldı onun təmizliklərini eləmək. İnşallah videonun sonunda tortu da paylaşıram. Qabları tez yuyum. Tostoran işi İncidədir. Sonra da birlikdə gedək Pasiolkaya, həkimə analizləri aparaq. Fikirləşirdim ki, bugün gedə bilmərəm. Çünki analizlərimin cavabı bugün çıxır. 12-dən sonra dedilər çıxacaq. Xanım da gəldi, tortu tez götürdü. Həmişə gec götürürdü, axşamüstü götürürdü. Evdə balaca uşağı var, deyib tortu görəndə istəyir kəssin təbii olaraq. Uşağı necə başa salmaq olar ki, yox elə tortu kəsməyək. O da xanım gəldi, tez götürdü. Ona görə bugün gedəsi oldu. İnşallah birlikdə gedərik. Qabları yuyuyor. Mən keçdim qabları yumağa. Uşaq dediyim kimi indi də evlər tostoranlayır. Qızlar bu yaşlarına çatmaqlarına baxmayaraq birinin 16 yaş olacaq, İncinin də 18 yaş olacaq. Aralarında 2 yaş fərqləri var. Hələ də bir-birləri ilə dalaşırlar. Sizdə də uşaqlar belədirmi, yoxsa tək bizdəmi belədir? Hələ də bunlar uşaq kimi bir-birlərindən dalaşırlar. Bacım deyir ki, ay bacı, bunlar deyir, nə vaxt əl çəkəcək dalaşmaqda. Deyirəm bacı, bunlar heç vaxtı dalaşmağın başını buraxası deyirlər. Yəmkilər hələ dalaşırlarsa, deməli hələ dalaşa-dalaşa gedəcəklər bunlar. Evdən çıxmamış uşaqlar üçün pomidor yumurta hazırladım tez. Axşamında pizzası üçün xəmiri yoğurdum, qoydum. Mən gələnə qədər acısın. Çıxdım evdən, bıçaqları da götürdüm. Bu səfər yadımdan çıxmadı. Gedim dedim, həm analizlərin cavabını göstərim. Həkimin qəbuluna düşüm. 1-2 saat 2-dən sonra yəqin ki, orada olarlar. O gün gedəndə də 2-dən sonra getmişdim. Sonra da bıçaqları verim itiləsin. Gəlim axşam yeməyini hazırlayayım. Analizlərin cavabını götürdüm. Bugün xəstəxana dəhşətdir. 3-cü gündür. Dəhşətdir. Nə qədər adam var. Koridorlardan keçmək olmur insan əlindən. Allah hamıya şəfa versin. Getdim növbəyə yazıldım. 22-ci adam oldum. Həkimin öz otağından növbə götürürlər. Dedim verim ona kimi bıçaqları itilətdirim. Uşaqları pendir götürüm. Ondan sonra da ki keçib yenidən növbəmi gözləyərəm. Dəhşət adamlar. Bacım həmişə deyir ki, adına günü get həkimə. Onda deyir şey az olur, adam az olur. 4-cü günlər doğrudan da adam az olur. Çalışmaq lazımdır. 4-cü gün gedilsin. Bir də 6-cı günlər dəhşət çox olur. Gəldim bıçaqları itirətməyə. Dayı burada itiliyir. Elə qabağında bir elə şey də yoxdur. Satış üçün ərcaqları. Ona görə hər dəfə çalışıram ki, nəsə alış-veriş yerində buradan alım. Bıçaqları hər dəfə gətirib burada itilədirəm. Pasiolkada bu arada çox da gözəl itilir. Yaşayırsınızsa gətirib dayıya itilədə bilərsiniz. Qəşəng itilir. Atam da belə itilir mənim. Qəşəng olur. Yarım aydan çox gedir. Bir aya yaxın ağzını koruşa almır. Saat getdim, gəldim. Yenə yaşlı xanım belə lavaş satırdı. Bir dənə ondan aldım.
Biraz göbələk götürdüm. Bir de pendir götürdüm. Pendir az idi. Bıçaqları itilətdim. Dərmanlarımı aldım. Belə bu erkək bir dənə resept yazdı. Dedi bunları iç 2 həftədən sonra gözləyirəm, yenə gələrsən. Hələ ki bunları içib müalicə olunmalıyam, görək necə olur. Dedi ki, bu xəstəlik elədir ki, nisbətən keçir. Tam birdən bir müalicəyə, bir kursla keçmir. 2 həftə sonra gəl, yavaş-yavaş bunu müalicə eləyəcəyik. Ödümdə çöküntü var. Dediyim kimi, qida borusuna tökülən turşunun ağzı açıqdır. Nəsə dedilər, reflü xəstəliyidir də, hə. Onu müalicə eləyir. Bir də ki, qəbizliyə qarşı müalicə, daha da bilmirəm, başqa nə var. Bir də nəsə trombositlərdə zaten belə aşağı olanlar var idi. Onların da hamısına baxdıq. Onu belə müalicə yazdı. Xəmirim də köpüb, qəşəng. Biraz da şişsin, özünə gəlsin. Birazdan başlayaram bunu da hazırlamağa. Pizzamıza. Hələlik biraz çay içim, istirahət edeyim. Növbədə durmaqdan neçə saatdır növbədəyəm. Dəhşət, bugün dəhşət çox adam var idi. Sanki hamısı özləşib birdən həkimə gedib. Getdik. Bunları elətdirim, inşallah keçir. İnansız ağzıma su da alanda mənə köp verir, gəyirmə verir də. Uşaqlar deyim, amma bu nə deməkdir? Deyirəm, bala özümdən asılı deyil ki, bu xəstəlikdir də, avtomatik adama gəyirmə verir. Yəni, bu vəziyyətdə qırağa çıxmaq da olmaz. Təsəvvürünüzə gətir, restoranda nəsə yemək yiyirsən və mədən qaynayır. Allah bütün xəstələrə kömək olsun. İçində də bizə. Bir stəkan çay içim, biraz dincəlim, sonra başlayayım pizzaya. Səncə bir dənə gündə neçə qram olar incə? Gündən olmayacaq. Bax, Məncə 50 qram. 50 qram. Nə bilmirəm. 1 kiloqram unun kündəsi səncə 50 qram olar. İçərisinə bir yumurta. 1 kilodan çox olar. 500 qram. 350 qram deyək də. Bu nə qədərdir? 440 qram. Bu vəbşi çox olar. 460 qram. Bu nə qədərdir? 430. Hamısını 430 edin. Hamısı eyni boyda olsun. Bilmirəm hamı da mı elədi, yoxsa mənim bürcümdən asılı bir şeydimi? Bəzən İnci deyir ki, qız bürcüsündə, amma ona görə çalışıram ki, kündələrin hamısı eyni qramda olsun. Özümdən asılı bir şey deyil, yəni bu mənim. Onun biri artıq, biri əksik olsa da ola bilər. Amma ki, nəyəsə deyəsən bürcümdən asılıdır, deyir. Bunların da hamısını doğrayıb qoymuşuq. Sənlik döyəyim, amma deyir, o sənin bürcünün deyir, xüsusiyyətidir. Qızım deyir mənə həmişə. Pizzaları hazırladıq, düzdük. Bir dənə xəmirimiz qaldı. Çünki boş sini yoxdur. Bu da bir digəri. Sosdan qaldı. Pendiri qoymuşam. Axırda pişməyə 2-3 dəqiqə qalmış. Çıxardıb üzərinə tökəcəm. Burada da içliyimiz durur. Birini də qoymuşuq. İçərisində pişirəcək. Bir şey qalmayıbdı. Axırda da imkan olsa yadıma düşsə son vəziyyətini də göstərərəm. O çıxan kimi bunu qoyacağam içərisinə. Bunun üstünü düzüb. Sonra da bunları bir-bir içinə verib pişirəcəyik. Bu əsnada da başlayacağıq oturmağa.
Yazıq getmişim qalacaq ortada. Pizzamızın son halı da belə oldu. Pişməyə 3-4 dəqiqə qalmış. Çıxartdım. Üzərinin pendirini tökdüm. Xanımlar 1 kilo unu götürdüm. Ortasını açdım. 1 yumurta, 1 xörək qaşığı duz, 1 çay qaşığı pesok. Əslində pesoku, droju, suyu birinci tökdüm. Xəmirin ortasına qarışdırdım bunları. Sonra üstünə 1 yumurta vurdum. 1 xörək qaşığı duzunu əlavə elədim. 4-5 xörək qaşığı da bitki yağı əlavə elədim. Ələ yapışmayan yumuşaq xəmir yoğurdum. Onu da böldüm 4 yerə. Xanımlar resepti soruşur. Dedim elə bəri başdan deyim. Pizzalarımız da çox gözəl çıxmışdı. Künəfəni hazırlayım. Qoymuşdum buzluğa. Siz o qədər dərman içirəm ki, künəfəni bişirib yeməyə heç yerim qalmır. Hər dəfə də dərman içində yanında 1 stəkana yaxın su içirəm. Şərbəti biraz qatılaşır. Onu da ya peçin üstünə, yəni kombinin pətəklərinin üstünə ya da ki isti bir suyun içərisinə salıb 1-3 dəqiqə saxlayırsınız, hazır olur. Yəni öz normal vəziyyətinə gəlir. Bunu da qızlar 250 dərəcədə qoydum. Alt-üst pişdi. Birinci üst tərəfi qızarır, sonra alt tərəfi qızarır. Burada da hazırlanması var. Bişirilmə qaydası yazılıb. ...250 dərəcədə birinci bir üzünü qızartdım. Sonra çevirdim. Digər üzünü alt tərəfini üst tərəfinə qoydum. Onu qızartdım. Tünd çayla əla gedir. Səhəri açdıq. Belə açırıq səhərimizi. Bundan sonra belədir. Başlamışam müalicələrə. İnşallah xeyir düşər. Qızlar, bilirəm bir çoxunuz yazmısınız. Çox sağ olun. Məsləhətlər görmüsünüz. Məndə vəziyyət məsləhət vəziyyətində deyil. Çay ilə həll olunası deyil. Baxın bura. Nə qədər dərman yazıb. Hətta 2-2 gedirəm eləsi var. Az qarına 2 dənə bu. Yeməkdən sonra 2 dənə. Günorta başqa bir təranələr. Axşam yenə bunlar təkrarlanır. Nəysə, Allah bütün xəstələrə şəfa versin. İçində də mənə içim dərmanlarımı yeməkdən öncə səhərlər bunlar var. Başlayaq günümüzə. Keçdim tortu bəzəməyə. Əslində səhər tezdən bəzəmişdim bunu. Normalda vlogun başında olmalıydı. Amma hamı xoşlamır tortun bəzənməsini izləməyi. Ona görə arxaya salıram. Şəkilləri kəsmişəm. Belə bu şəkildə qabağının yasını da yapışdırıram. Üstündəki şəkillərdə xanımlar sadəcə tortun üzərinə qoyuram. Qalır eləcə. Bu ulduzları da çöplərə yapışdırmışam. Keçən səfər göstərmişdim də çöplərdə. Burada da baxıram ki, çöp uzundur. Qırdım, biraz qısaltdım. Ulduzlar da həmçinin, bayraqlar da həmçinin hamısını silikonla yapışdırmışam çubuqlara. İndi də bu şəkildə üzərinə düzüb üzərini bəzəyəcəm. Burada da çalışıram ki, şəkillər bir-birinin önünü kəsməsin. Bir də ki, eyni rənglər eyni tərəfə düşməsin. Amma belə baxıram ki, hər tərəfə qaralar eyni tərəfə düşüb, qırmızılar eyni. Burada yerlərini dəyişdirirəm. Tortumuz elə sadə şəkilli tort idi. Ən yaxşısı da məncə budur. Şəkillər də bir ağırlıq vermir deyə. Tortun bütün çəkisi ancaq biskvitdə olur. Yəni yeyilən hissəsində olur. Tortumuzun son görünüşü də belə oldu. Sizcə necə alınıb? Bugünlük məndən bu qədər olsun. Hələlik xanımlar, videonu bəyəndinizsə bəyənib, rəy yazmağı, bacıya dəstək olmağı unutmayın. Bir dənə ürək buraxsaz da olar. Hələlik sağ olun, sağlıqla qalın.